Ama ne vururuq biz? İndi omacilədik. 400 gram, Ага. 500 gram yağına, kərə yağı. Пропорции не обязательно. Мы будем потом писать. Yağ, un, Ага. yumurta, Tamam. süt, droş, biraz tuz, xəmir eləyirik. Sıyıracağım. А там что было? Что в этой массе? Smetana, yumurta. Yumurtayla hamanı çaldın. Ben gördüm mikserlə. Aha. Yumurtayla hamanı çaldılar. Deməli birinci eləyirik omac, yağ, un. Ayrıca yumurtayla hama çalındı mikserdə. Ha, mayası axırda, maya ümumiyyətlə simvolik vurulur. Şəkər buraya və sonunda süd vurulacaq. Deməli, bundan öncə, bir dəqiqə bundan öncə canlı açılmışdı. Sadəcə bilmədim, nə baş verdi, göz dəydi bizə. Ha, internet yaxşı işləmədi, məcbur olduq yenidən canlını açaq. Amma o mövzulara yenə mən toxunacağım. İndi sadəcə xəmirin hazırlanmağı. Şəkər buran xəmiri bir neçə növləri var. Hər zaman, ümumiyyətlə, hər xanımın öz resepti var, üsulu var. Anasından, nənəsindən qalan reseptlərdir. Və hər kəs o dada, o tamlara öyrəşib və kimin şəkər burasını yiyir, yesin, deyir ki, yox, mən anamın, nənəmin şəkər burasını daha çox sevirəm. O Proust fenomenidir əslində. Çünki bütün dadlar, tamlar uşaqlıq. Biz xəmirini incə tutursaq. İdите sюда, mamamı yiyeyim, gəlin bura. Hə, çünki orada, aha, burada taxta bizdə hazırdır. Çünki bu Vüsalə xanımın xüsusi sifariş olunmuş taxtasıdır, qoğal taxtası. Mən də paxılığım tutdu, mən də istəyirəm. Ha, amma bundan öncə biz canlı açdıq. Vüsalə xanımın qonaqlarını bir də təqdim edim. Nazə xanım, ümumiyyətlə Vüsalə xanımın qudalarıdır bugün. Qonaq Rəfiqə xanımdır. Bizim məşhur Zəhra xanım, hamı sevdiyi Zəhra xanımdır. Zəhra xanımın evində biz kiftə bozbaş pişirmişdik. Rəfiqə xanımın evində tovuz xəngəli pişirirdik. Sonra nə pişirirdi? Quymaq. Əsas mövzu quymaq idi. Rəfiqə xanım əyləşin. Rahat olun. Bu səfər bizə qonaqlıq Vüsalə xanım verdi. Şəkər bura paxlava. İndi mənim növbəm olacaq. Gələn səfər inşallah bizim evimizdə biz canlı açarıq. Burada bizdə bu mənim başa düşən paxlava içliyidir. Rəngindən bildim. Burada isə bizdə şəkər bura içliyi. Rənglər biraz fərqlidir. Çünki burada ancaq fındıqdır. Fındıq içliyi ancaq fındıqdan və şəkər tozundan ibarətdir. Burada təbii ki, burada da bizdə qoz, şəkər. Belə. Кто у нас сегодня главнокомандующий адмирал? Мама. Мясокомбинат я, хлебзавод я. Так что у нас сегодня главнокомандующий, как всегда, наша королева, корифей, женщина-легенда Dilarə xanım. Can. Çox tərifləmə. Taxtanın ölçüsünü soruşurlar. Başlandı. Taxtanın ölçüsünü sonra mənə deyərsən 4-2-3 taxtadır. Mən də bəyəndim. Mənim də gözüm düşdü. Xəmirini kündəliyə. Давай, умница. Давай. Метр на метр. 100%. Да. Все, я тоже хочу метр, еще на метр. Rahatlıq üçün də. Super. Da. Ben sözün düzü 4 bucaq istədim. Burada bizdə
Baklava. Burada bizdə nədir hazır? Şəkər buradı, indi yoğurduq, biraz dincəlsin. Aha, хорошо, xəmir dincəlincə biz biraz xanımlarımızı danışdıraq. Sonra mən masaya dönəcəm. Sadəcə istəyirəm vurğulayım. Mənim əzlərim Bakılı, Tovuzlu, yanında Naxçıvanlı, Şəkili. Bu da Qazaxlı. Azərbaycanın bütün bölgələri buradadır. Mamamı yeyim. Hələlik əyləşin. Mən sizi danışdıracağım. Zəhra xanım, siz də əyləşin. Pişkov pıstayı. Zəhra xanım da bizə bu günləri baklava ilə qonaq gəlib. Və istəyirəm mənim əzlərim suallarınızı deyəsiniz. Taxtanın ölçüsün. Sağ olsun Vüsalə xanım. Yazıb. Aha. Salam, işgüzar xanımlar, hamısı bizimdir. Salamlayıram sizi. Bəli, internationalная у нас сегодня, да, компания. Mən də Naxçıvanlıyam. Yazırlar burada. Hamıya salamlar. Ülviyə xanım, Qazaxlısınız. Bəli, mənim atam Qazaxlıdır, anam Masallıdandır. Amma mən özümü həmişə deyirdim ki, mən Qazaxlıyam. Nəysə mənim qanım ora çəkir. Sonra Yevlaxdan salamlar. Что? Ümumiyyətlə, şəkərbura paxlava Dilarə xan Şəkidə necə hazırlayırlar? Eyni üsulda. Bizdə bayaqları müzakirə aparılırdı. Zəhra xanım deyir ki, Bakı paxlavasını daha çox sevir, daha çox bəyənir. 12 qatdan ibarətdir Bakı paxlavası. Nə vurursunuz siz Bakı paxlavasına? İçinə yoxsa? İçinə. İçinə. Qoz, qovrulmuş qoz. Aha. Maşından çəkirik. Təmizlənmiş yoxsa? Belə də yüngül. Şərt deyil. Peso, Tamam. şəkər tozu. Bəli, bəli. Bir də hil, başqa heç nə. Bəs xəmirinə? Xəmirinə də Vüsalə xanım yoğurduğu kimi droj, smetan, yağ, süd. Başqa nə qaldı? Yumurta. Adi xəmir kimi də hamı elədiyi bir şey. Bu qoğal barədə mən fikir verirəm. Son zamanlar əslində mən də elə xama ilə qoğal hazırlayırdım. Mənə elə gəlir ki, qoğala heç xama vurmaq ehtiyac yoxdur. Əgər xırt-xırt istəyiriksə. Mən qatıq vurdum. Aha. Yəni yumurtadır. Bəli. Ağlı sarılı. Bəli. Qatıq, bir də kərə yağı. Bax, belə bu üsulla indi o çəkiyə görədir ki, 1 kilo ondan eləyirsən ya 2 kilo ondan eləyirsən, ona görə artırıram. Qatıq məsələ yarım kilo una, bir xörək qaşığı. Aha, aha. 2 yumurta. Elə bil ki, 100 qram kimi də yağ. Anladım. Boşaldılmış. Tamam. Bir çay qaşığı duz, bir yarım çay qaşığı kimi də droş. Bəs yağ neçə qram olur? 100 qram. 100 qram. Yarım kilodsa az. Где-то 250 грамм, предположим. 12 dənə çıxır. 10 dənə, 12. Amma az deyil, balaca. Kiçik ölçüdə. Mən şəkərburanı da, paxlavanı da, şorqovalı da kiçik xoşlayıram. Zəhra xanım dediyi kimi 12 laydan paxlava olanda o yeyiləndə rahat yeyilir. Yəni hündür olanda əziyyət çəkir də cəmaət. Amma mən sevirəm belə qoğal olsun, belə qoğal. Mən belə eləmirəm, yalan deyim. Mənimki balaca olur, rahat. Bəli. Kəsin qabağından qalmasın, o xalanı tələf olmasın, belə. İstəyirsən 2 dənə ye, 3 dənə ye. Bəli, razıyam. Bu mənim üsulumdur. Təbii ki, Добрый день, Лямочка, добрый день. Burada yazılar talışlardan salam. Aha, birdən xanım yazır Bizim deyir. də qohumumuz talışdı, qudalarımız, təzə qudalar. Deyir ki, deyirəm axı mən sizi niyə çox istəyirəm. Siz Qazaxlısınız ona görə. Kamera mənim xoşuma gəlmir. Dilaşqa silər. Ага, я уже вытерла. Я же говорю, что не то. Вот сейчас mama стала лучше видно. Gedək masanı göstərək, hə? Gedək masanı göstərək. Vüsalə xanımın masası hazır. Göstərim.
Vüsalə xanım hazırladığı qoğal. Bayaq göstərmişdim, amma canlını məcbur oldum bağlayayım. Belə gözəl çay dəstimiz bugün masada var. Hələ yemək yeməmişik, canlı açmışıq. Görün nə gözəl bəziyib armud mürəbbəsi, çərəzlər. Hələ baxlavamız da var. Baxlavamız da var. Getdik. Yazanlar azdır. Ha, yox, çoxdur. Gözəl xanım, necəsiz? Bu niyə belə oldu? Mən nəyə bastım? Dilaşka, mən nəyəsə bastım, gör nə eləyir. Mən yeniyim bu, чтобы это ушло. Siz bunu tutun. Давай, ага. Ай, какая ты умница, молодец. Красавица моя. Так, mama keçib iş başına. Tak, mən oxuyum kommentləri. Vüsalə xanım, səsinizə quzu kəsim. Ölərəm. Zemfira xanım yazır. Samedova Zemfira xanım sizi çox istəyir. Bayaq Direct'da yazmışdı ki, mən o xanımı çox sevirəm. Сколько хозяюшек, столько рецептов. Совершенно верно. Hər yerin şirinyatları fərqli, dadlı olur. Köftü paylaşılacaq, xanımlar paylaşılacaq hamısı. Salam, gözəl xanım, necəsiz? Sizi çox sevirəm. 54 yaşım var. Sizdən çox şeylər öyrənirəm. Məncə xanımlar 99% sizi İzləsinlər, öyrənsinlər, xahiş edirəm, canlını saxlayalım. baş üstünə, baş üstünə. Zəhra xanım, elə bil ki, keyfiniz yoxdur sizin. Yazıblar ki, Gəncədə heç maya vurmuruq. Да, aç, жарко, да, уже я вижу, что Zəhra xanımın keyfi yoxdur. Ay, sağ ol. Əslində, hava xoş. Əslində, amma hava yoxdur. Mən də Talışam, çox gözəl. Talış qohumlarımız da, maşallah təzə qudalarımız var. Vüsalə xanım, dedim. Dəlşə, yorulmayasınız. Oxlovu hardan almışsınız? Hansı oxlov? Bu oxlov, yoxsa dəmir oxlov? Demir? Tapçiki böyle. Roza. Tapçikalarım hanı? Nə onlar, ver də. O pərdənin, vüsü çəkil bir dənə zəhmət olmasa. O pərdənin ortası tül jalüzüdür, bəli. Salam hamıya, Dilarə xanım deyirdi, nəticəm gəlir bir həftəyə. Doğulubsa, gözü aydın, gəlib maşallah. Ayın 10'u, martın 10'u. Dilarə xanımın neçənci nəvəsi idi? 7-ci qız nəvəmiz olub, maşallah. Amin. Vüsalə xanım, səhifəsi hansıdır? Nənə mətbəxi qeyd eləyəcəm, məməzlərim. Bütün məlumat veriləcək. Zöhrə Seyidova yazır. Gözəl xanımlar, salam. Hamınıza can sağlığı versin Allah. Amin. Mən keçim ora. Biz vururuq, biraz maya vururuq. Gəncə xanımları yazırlar ki, biz maya vurmuruq. Nəyə? Paxlavaya? Yox, vuranlar olur. Niyə ki? Жакетка моя где желтая? Теперь мне холодно. Ага, так. Да, срочно, если хотите. Это Rəfiqə xanım. Нет, не мою дайте. Rəfiqə xanım, mən sizlə də söhbət eləmək istəyirəm. Gəlin elə oturun ki, biz sizi görək də. Sizin kimi gözəl xanımlar, karifey, samballı, xatın xanımlar mənim səhifəm üçün, mənim üçün böyük bir şərəfdir. Və düşünürəm ki, auditoriyamda eyni qiymət verir, başa düşür də. Zəhra xanım, önlüyümüz hardandır? Bir də onu vurğulayın da. İtalya'dan onu kendim sipariş edeyim orada bir Ay maşallah. kızına bir de mənə, orada mənə hediye ederim. Adım da var. Gəliniz anasına gətirib, gətirməyib. Gətirməyib. Bax, görürsünüz Rəfiqə xanım. Görürsünüz. Rəfiqə xanımın qızı Zəhra xanımın gəlinidir.
Zəhra xanımın qızı Rəfiqə xanımın gəlinidir. Maşallah. Nihat Xacə Atkası. Bax belə iki başlı qudadılar. Maşallah. Ha. Və Vüsalə xanımın qızı Rəfiqə xanımın gəlinidir. Bax belə. Gülnaz xanım Rəfiqə yazıb ki, xanımın. mənim bacımın şirniyyatına çatan şirniyyat olmaz. Can. Oradakı bütün qonaqları salamlayır. Var da sizdə bu şəkillərdə, var da bir-birimizi tərifləmək, var da. Burada Tovuzda var, Qazaxda var, Bakılıda var, Naxçıvanıda var. Nazıq xanım, Naxçıvanların ən məşhur yeməyi hansıdır? Qovurması. O heç. Mən inanırsınız onun həsrətindəyim. O qədər eşidirəm Naxçıvan qovurmasından. Amma bir dənə Naxçıvanlı mənə o qovurmanı göndərməyib. Ümumiyyətlə Naxçıvanları çox sevirəm. Bu bir dənə Koçərən qonşum olmasaydı Naxçıvanı, lap super olardı. Taxta nə qəşəydi deyirlər. Mama, dolmanın üzərinə nə qoymusunuz? Mən dolmanı. Hanı dolmamız? Dolmanı kim gördü? Görüblər. Orada mən dolmanı hiç paylaşmamışam axı. Siz dolmanın üzərinə qoyduğunuz nə idi və harda? Naverное saxsını deyirlər bəlkə. Şəkidən almışam. Ha. Yo, Bakıda da var, mənim əzlərim Sədərəkdə, saksı satılan yerdə. Düzgün rakusdan məni götür, xahiş eləyirəm. Ya tak nekrasivaya. Ha, Sədərəkdə var, saksı satılan yerdə. Bax belə. Bütün Azərbaycan burada. Həmişə birgə olaq. Amin. Təkcə Novruzda yox. Bakı xanımdan salamlar. Bayramınız mübarək. Nə gözəl xanımlar yaxşı. Bəli, bəli, bəli. Gözəl. Başda Dilarə xan. Ha. Var olsun. Başda da Dilarə xan. Qazax və Bakı əhli super əl qabiliyyətli olur. Ülviyə xan kimi. Yox, amma mən sizlə heç razı deyiləm, maşallah. Naxçıvanlılar o qədər qabiliyyətlidirlər. Şəkillər o qədər qabiliyyətlidirlər. Lənkəranlılar ay necə qabiliyyətlidirlər. Gəncənin qabiliyyətindən əfsanələr danışılır. Tovuzlar necə qonaqpərvər, Rəfiqə xanım başda, Rəfiqə xanımın qonaqpərvərliyindən. Ha, super. Ha. Hamı danışır, döktürür Rəfiqə xanım. Bəli olacaq. Yox, bax görək, ölçüyə deyirəm. Quba, ay sağ ol. Qubalıların ali qabiliyyəti superdir. Onların şirniyyatdan hamısını sevirəm. Несите сюда, да, что вы унесли? Я ж к вам должна идти. Onu da vurum sonra qoy. Gəlin də bura, ay vüsü. Mamanın əlini altına. Ha, qoy mən gəlim sizin yanınıza. Əsəbləşirməm. Yaxşı, mamamı əsəbləşdirməyin. Xahiş eləyirəm. Çox sağ ol. Nazı xanım, çox naziksiniz. Aha, burada bizdə nə baş verir? Artıq içliyini. Deməli birinci qat siz doldurursunuz. Artıq 2 qat olundu. Biraz 4-3 yaymadım ama onu gəlir ama. Nичего страшного. Xəmir adamla danışır. Çox gözəldir. Yağladın ikinci qatı Vüsü. Formanı yağlamışıq mənim əzlərim bol-bol. Bunları yağlamıram. Ага, tamam. 2 qat vuruldu. İçliksiz, девочки. Значит, тесто я увлеклась на азербайджанском языке, потому что основная аудитория у нас азербайджаноязычная сегодня, поскольку актуально на сегодняшний день приготовление пахлавы. Mamamı yormayın ha. Zəhra xanım dedi ki, mən... Ha, yormayın mamamı. Ama sən gəl otur da 5 dəqiqə. İşletmeyin ben mamamı bugün bu kadar. Мамамı yiyeyim. Мусенька. Я этот самое вургулаем, да, что у нас 2 слоя без масла. Просто 2 не толстых слоя. Нормально. Biz ay
ay mama, ay Dilarə xanım. Onda hamı eyni ölçüdə, eyni çəkidə bu kündələr. Məsələn, mən birinci kündəni qalın edirəm. O da eləmişik. Eləmişsiniz. Onları yazırıq da, biz yazarıq. Formanın ölçüləri bizdə, bu mən bilirəm, bu 800 qramlıqdır. 30'un 40'a. 30-40. Ha, çox gözəl ölçülü. Un gedir. Cəmi. Məndə 1 kilo gedirdi amma elə bil ki, na эту форму. Bir de çaşıram. Интересно. Да, все, artıq doldururuq. Bismillah, getdi ye. Baxlavanı, mən ümumiyyətlə bu prosesi baxlava bişirmək, qoğal bişirmək çox sevirəm. Bax, bir dənə şəkər burayla mənim heç yaram yoxdur. Xanım nə gözəl yayır. Да, Hanım profesyonal. Yayma. красавица. Я на нее засмотрелась и забыла про камеру. Aha. Orada nədir ortalıqda? Zəhra xanım, onu bir dənə götürün, qoyun. Ha. Çünki ay sağ ol, ha, mane olmasın. Nişasta. Amma mağazada mənim əzlərim buğda nişastası var. Xəbəriniz olsun. Qarğıdalı nişastanı siz buğda nişasta ilə əvəz edə bilərsiniz. Mən may ayında biz toydaydıq Vüsaləgillə. Mən orada marketdə gördüm. Nə idi otelin adı? Biz qaldığımız otel. Şəkildə. Yox, İstanbulda toya getmişdik. Mol, adres mol da var idi. Molun adı da Emar, ha, Emar. Mən orada görməmiş kimi buğda nişastanı oradan gətirmişdim. Bilmiyorum, da var. Sonra gördüm ki Bakıda da var. Я еще так трепалась, еще так аккуратно им пользовалась. Я тоже не люблю. Девочки. Dili də var, dilçəyi. Can. Başları iki yayır. Əlləri ağzı gördüm. Deməli, я шекербуру печь не могу, девочки. А из всех выпечек самая любимая у меня şekerбура на самом деле. Özdə ev şekerburanı mən daha çox sevirəm. Aha, salam Ülviyə xanım, nə gözəl, dəyərli qonaqlarımız var. Bayramınız mübarək olsun. Qonaqlarla birlikdə Azərbaycan gözəl şirniyyatların bir daha göstərirsiniz. Əllərinizə sağlıq, hər kəsə salamlar. Təşəkkürlər. Əsl bayram abu-havası var, necə gözəldir. Bəli. Ага. Нет, девочки, Диляра Ханум Вюсалина, мама, просто Диляра Ханум. В ней столько любви, да, она big мама, да, она наша всех мама. И даже вот Рефига Ханум, Зехра Ханум, Наза Ханум, все ее любят. Azərbaycan bütün bölgələri gözəl xanımlar, qabiliyyətlər. Aha, yetər ki, Allah Taala hamıya ruzu versin. Bəli. Bizdə Rəfiqə xanım ümumiyyətlə Tovuzludur deyini, ona görə Tovuzlular xəngəl bişirirlər, qutab da bişirirlər. Tovuzluların bu arada Rəfiqə xanım qutabları belə qalın olur, hə? Mən sevdiyim kimi belə bol, iri, mən onu demək istirdim. Kətə, üzürlü sayın, kətə. Şorda vururuq, şor. Ha. Mən yenə qutab dedim, qutab istədim. Mən ya. 2 il bundan qabaq Vüsalə xanımın ad günündə idik biz Zeytun restoranında. Orada bir gözəl kətalar var idi. Hələ o kətaların dadı ağzımdadır. Mamam iyi, krasa. Damağımdadır. Spasibo Vüsüm. Sizlə bax. Nazikliyinə. Yaxşıdır, qəşəng. Dilarə xanım, öpürük sizi çoxlu. Mən Yanınızdakı də sizi. xanımlara da Mən çoxlu Dilarə xanımı salam. əvəz Kim edirəm. oxuyur? Raşqa yaz. Ali Yusuf. Xəmir yoğurulandan sonra soyuducuya qoyulmadı xanımlar. Xeyr. Həm paxlava, həm şəkərbura qoyulmadı, hə? Heç biri. Qoyulmur. Bu arada məməzlərim bazar günü saat 2-də biz Sara xanımla, Könül xanımla canlı açacağıq. Sizin üçün şəkərbura paxlava onlarla da hazırlayacağıq. Artıq 3-cü ildir biz birlikdə Sara xanımla, Könül xanımla
canlı açırıq. Və çox gözəl məsləhətlər verirlər xanımlar. Çünki mütəxəssisdirlər, sifarişlərlə çalışırlar. Ona görə mütləq qoşulun, ondan da faydalanın. Super, maşallah, xəmirin aralarına yağ vurmurlar. Xeyr, mən də vurmuram əslində. Bərəkətli olsun. Gəncədən salam, sizə yorulmayasınız. Çox gözəl. Paxlava xəmiri qatıqdan sonra soyuducuya qoymaq olar. Yəni qoyanlar da var əslində, zövqə görə. Bir də axı paxlavadır, şəkər buradır, ümumiyyətlə çox belə maya vururuqsa çox gəlməməlidir. Salam. Can sağlığı yiyəsiniz, nə bişirirsiniz? Gec qoşuldum. Allah hamı qazanını qaynatsın. Yuxalar nişasta ilə çox az vuraraq. Amin, amin. Çox az vuraraq. Ay bu məməzlərim, bu saç mövzusu, əlcək mövzusu, önlük mövzusu. Nə olar? Lazım deyil. Lazımsız söhbətlər aparılmasın. Yaylıq bağlayın, nə bilim, nə papaq giyinin, nə istəyirsiniz eləyin. Özümüz üçün hazırlayırıq. Dilarə xanım Karalevadır. Can, sağ olasın, sağ ol. Mama elə bil yorulub. Elə bil yorulmuşsun. Yorulmamış. Yorulmamışsın, Xoşdur точно. mənə, xoşdur. Nişasta ilə ona görə açılır. Birincisi nazik olur. Nişasta ilə açılır. Çünki onda paxlavada bunlar qatlar elə lay görünür. Gözəl. Bəli. Nişasta ilə mən də açıram. Un vurulmur artıq xəmir yoğurulandan sonra. Gözəl qadınlar bir arada. Paxlavaya məməzlərim biz xama vurduq. Bəli. Gəncəllər deyəsən qaymaq da vururlar. Mamanın qədrini bilir yazıblar. Baş üstünə. Badam bura niyə çatlayır? Onu bağlayın. Все, закройте. Roza, gəl o pəncərəni zəhmət olmasa bağla, Rəfiqə xanıma soyuq olmasın, təhlükəlidir. Həm də, bu qarğıdalı nişastasıdır. Mən isə, məsələ, buğda nişastası işlədirəm. Gözəl Zəhrə xanıma salamlar. Əladır, əla. Əla. Bu artıq bizdə neçənci qatdır, Vüsyo? Orada baxın da, yuxalar orada baxsaq gün deyə biləcəksiniz. Давайте. Сколько было всего? Cəmi neçə dənə idi? 12 dənə. Hələ var, xeylıq var. Dilaşqa, arada məni çək, arada. А то меня не видно, хотя бы на вашей странице, пусть меня будет видно. Привет из Москвы, девочки. Bəli, biz qaymaq vururuq. Azca da süd. Əslində 6-cı gün mən çəkilişdə olmalıydım Gəncə paxlavanın hazırlanmasın. Amma 6-cı gün saat 1-də məməzlərim canlı açacağım. Emporium mağazasında Novruz bayram masası, süfrəsi açacağım. Canlıda elə sizin yanınızda şirniyyatla çay süfrəsi. Ona görə sonra şəkərci Cəfər Erol mağazasına gedəcəm. Orada da çəkərəm, göstərərəm neyinirik. Burada bizdə nə baş verir. Məndən yaxşı kommentator çıxarım. Bəlkə danışmayayım, xanımlar danışsın. Zimfir xanım, bazar günü Sara xanımla, Könül xanımla çəkiliş saat 14:00-da. Dedim, yəqin ki, eşitməmişsiniz. Emporium mağazasında sabah saat 1-də canlı açacağım. Gözəl xanım, salam, bayramınız mübarək olsun. Sizi çox sevirik, ailəlikcə həmişə baxırıq. Əllərinizə sağlıq, öpürük hamınızı. Gəncədən çoxlu salam, dualar var hamınıza. Çox sağ olun.
Deyirəm bəlkə biraz Nazıq xanımı danışdıraq. Nazıq xanım heç nə eləmir, işləmir. Nazıq xanım, evdən daha çox nə hazırlayırsınız? Çəkmirəm sizi, utanmayın. Ha? Nə bişirirsiniz evdə Naxçıvan daha çox? mətbəxi. Həmişə Naxçıvan mətbəxidir sizdə. Bugün hal-hazırda Nazır xanım küftə bozbaş pişirir. Ay nə olar kiftə bozbaşdan danışmayın da. Çünki mənim ən sevdiyim yemək kiftə bozbaşdır və bu qədər millətin içində Zəhra xanım kiftə bozbaşı mənim üçün ancaq siz bişirmisiniz. Bunlar hamısı xımır-xımır bişirirlər, yeyirlər, mənə vermirlər. Sən pişirmisən? Yadımda deyil. Ayıp oldu. Vüsalə xanımın bir gözəl yarpaqda olması var qızlar. Hələm hər adam belə yarpaq dolması pişirə bilmir. Xanımlarımız ciddidir. Görürsünüz onlar danışmırlar. Mən məcbur oluram özüm danışım. Bizdə hələ çəkiliş nə vaxtda olacaq? Biz vaxtı günü təyin eləməmişiz Zemfira xanım. Dalşı. Təşəkkürlər, mənim əzlərim, təbriklərinizə, dualarınıza görə hər şey qarşılıqlıdır cümləmizdən. Amin, amin. Çox sağ olun. Qoğalı hansı un ilə etmək lazımdır? Fərqi yoxdur. Qoğal üçün hansı unu istəyirsiniz, götürürsünüz. Məsələn, mən doymaqla da hazırlayıram. Hətta qarışdırıram. Doymaqla faveli unları qarışdırıram mən. Mənim YouTube kanalımda çox gözəl qoğal reseptim var. Ona görə kimə qoğal resepti maraqlıdır, YouTube kanalıma daxil olun, baxın. Qoğaldır, paxlavadır, hamısı belə ətraflı məlumat hamısı orada var. Dəlşim. Mənim bu Azərbaycan bayrağı və kartı hamı bəyənir. Mən də bunu çox bəyənirəm əslində. Vüsalə xanımın, salam xanımlar, Vüsalə xanımın qudalarıdır. Vüsalə xanım harada işləyir? Qudasının qudası. Qudasının qudası, ha. Da. Deməli, bir də təkrarlayayım. Zəhra xanımın qızı Rəfiqə xanımın gəlinidir. Rəfiqə xanımın qızı Zəhra xanımın gəlinidir. İndi Zəhra xanım gəlinin incidəndə Rəfiqə xanım öz gəlini incidir. Tak что əvəz ona görə heç kimin gəlinin incitmir. Və Vüsalə xanımın qızı Rəfiqə xanımın gəlinidir. Maşallah Rəfiqə xanım çox gözəl qaynanadır. Bizim qızımız bütün günü Rəfiqə xanımı tərifləyir. Maşallah olsun. Və Zəhra xanım özü də çox gözəl qaynanadır. Vallahi. Biri-birindən gözəldir. Ваша чёчки шедевр. Чё? Altına klonkası vardı, sürüşür. Lənkəran külçəsi zəhmət olmasa master class göstərərsiniz. Baş üstə. Bu arada bugün mənə bir dənə xanım yazdı. Ya bugün idi, ya dünən idi. Lənkəran partlaması məndən istədi. Onu da hazırlayarıq. Gedə görək Vüsalə xanım neynir? Vüsalə, sənin gələcəyin var. Aycan, gəlirəm. Da. Meydan artıq Dilarə xanımındır. Dilarə xanım neynirsiniz? Zəfəranı dəmləyirsiniz. Ay, mənim ən sevdiyim. Aha, sonra şirə burada bizdə. Onlar tavanı aças, mən tavanı çəkim. Mamamı yiyim, də açın zəhmət olmasa. Şirə üçün 1 kilo bank gülaba, 1 kilo, 1'e 1'dir şəkər tozu. Sonra zəfəranı əlavə eləyəcəm biraz rəngi üçün. Bir də limon kəsib tökəcəm ki, xar olmasın. Moyo krossovica. Bu da bizim qonaqlara hazırladığımız Ay, örüşdə.
Duşka ilə hazırlanır. Örüşlüyə çox adam kartof vurmur. Əslində vurulmamalıdır, soğançı ilə olur. Amma istəyən şabalıt vurur, istəyən də, məsələn, biz öz evimizdə kartof xırda-xırda ki, sevənlər var, bax ona görə. Yoxsa mütləq deyil. Deyərsiniz ki, örüşlüyə kartof vurulmur, düzdür. Amma biz istəyirik, sevirik deyə xırda-xırda kartof vurmuşam. Bəzi adamda şabalıt vurmuş. Örüştəyə zoğal da vurulur. Şəkillərdə. Mən limon qoymuşam ki, rəngi gözəl olsun. Sarı kökünə limon. Kamera əsir çünki mənim əzlərim nəysə mənim gücüm çatmır kameranı bu qədər tutmaq. Mən alışmışam Zaurcanlıları aparır. Mənim aparıcılığımı bəyəndilər amma. Ha? Mən rahat sport kommentatoru ola bilərəm. Yorulmayasınız. Şirin ağızla yiyəsiniz. Nuşi canlı. Vüsü, indi ayıb olmasın soruşmaq. Mənə pay düşür, düşmür. Nə barədə ona? Bu paxlavadan mənə pay verəcəksən, verməyəcəksən. Ha, вариантов нету. Да, в общем, я тогда живу здесь. Месяц. Живу. Özdə Vüsaləyi görən kimi mənim məclisdir. Mən yemək istəyirəm həmişə. Vüsalə ilə mən həmişə acam. Bu arada Vüsalə gildən nə qədər yeyirəm ha. Həyatımda mən bu qədər yemirəm. Evim soyuducudur. Evimdə soyuducu yeməklərlə, şirniyyatlarla inanırsınız doludur. Çünki mən bütün günü piş-tuş edirəm. Amma mən evdə yemirəm də. Bir qazan xörək pişirə bilərəm. Ona heç toxunmuram. Başqasının yeməyi qənimətdir də, Rəfiqə xanım. Bəli. Narahat olmayın. Ne, narahat rahat oturun. Narahat olmayın, Nazlı xanım, narahat olmayın. Allah can sağlığı versin hamıya. Şəkili deyiləm, Qazaxlıyam. Şəkil ləhcəsi ilə danışıram, çünki bütün günü şəkillərlənəm. Веселая женская компания, женщины-красавицы, девочки, вы не представляете, какие они все благородные. Bəli, Zaur müəllimi yerimi alım, amma Zaur bu qədər qadın, xanım görəndə Zaur yoxdur, itir. Dальше, salamlar. YouTube'da necə gedir adınız? Mənim profilimin papağında YouTube'da link var. YouTube'uma link var. Mənim əzlərim. Basırsınız o linkə Qoğal. Azərbaycan mətbəxi Qoğal adlanır video. Orada görə bilərsiniz. Məndən danışan dovşandır. Məndən danışırlar, bir şey eşitmirsən. Məndən danışan dovşandır. Не обращает внимания. Ну ладно. У нас уже какой слой? Suyu açma, Roza. Açma. Ses sal. Biraz sabr elə, Масечка. Хорошие друзья, это очень клево, мои дорогие. Самая большая роскошь, это роскошь человеческого общения. Это сказал Чернышевский. Я так начинала предыдущий свой эфир. А от себя добавлю, что это не просто человеческое общение, а еще когда оно вот искреннее и вот с такими вот интересными, красивыми, прекрасными женщинами. Anadılar, nənədilər, qudadılar, gözəl rəfiqədilər, maşallah, gözəl mehribandılar, istiqanlıdılar, səmimidilər, dəyər verəndilər hər şeyə, hər şeyin yerini biləndilər, müdrikdilər, xanımlar hansılardan ki, çox şey öyrənmək olur. Başda da bizim Dilarə mamamız. Aha, da. Paxlavaya nə qədər yağ tökürük biz? 300 qram mən tökürəm. 150 qram. Я не помню, да, пропорции? 400 şeker buraya çaştırdım. Нет. 200 gram. Ты про тесто, Мась. А я про то, сколько наливаем
после 20 minut выпекается. Stakan eləyirəm, bir dolu. 250 hardasa, ha. Ha, mən də bir stakan eləyirəm, da. Xanım yazıb ki, hamınızı Nə gözəl. Həmişə bayram hazırlığı. Hamı sənin pərdəvi bəyənir. Amin. Sağ ol Hüsü, çox sağ ol. Pərdəvə bayılıblar. Et ruletinə də baxmışam keçən dəfə. Çox sağ olun. Təşəkkürlər. Bərəkətli olsun. Takipdə qalın. Vanilik xəmirə qatmayın artıq, qatmaq. İçliyinə qatın, yetər. İnanın mənə. Heç narahat olmayın. Deyək, vanilin xəmirinə, şəkər buranın xəmirinə vanil qatmayıb, unudub. Yəni, qatmaq şərt deyil ki. Hil varsa, Ha, vanil axı hil yox, xəmirdən, biz xəmirdən danışırıq. Mən də deyirəm, içliyinə vurun. İçliyinə həm vanil, həm də hil vurulur. Yəni, biz vurmuruq. Biz hil vuranda vanil. Yox, vanil vurmuram mən. а xəmirinə? Xəmirə vururam. А потом можно после того, как тесто уже сделали, добавить? Məncə də vacib deyil. Yox, mən xəmirə vururam, amma içliyə vurmuram. Lişni raz o xəmiri əlinizdə yoxurmayın. Məncə, əgər xəmir hazırdırsa, artıq ona toxunmayın. Hə, yox, hazır olandan sonra vurmayın. Ha. Tak, getdi. Bərəkətli olsun. İndi bunu oxudum. Mənim evim deyil. Nənə mətbəxinin evidir. Nənə mətbəxinin səhifəsində qeyd eləyəcəm. Keçən səfər biz Dilarə mamanın evində idik. Yemək pişirdik. Bugün Dilarə xanımın qızının evindəyik. Biz indi canlı sizdə növbəti canlı nə vaxt açacağıq? Nə vaxt ürəyəsiz? Mama buğdalı açsan istəmişdim. Я мечтаю о нем. Doğrudan. Buğdalaş, bəli, qədimi. Eləyərsən. Biliyorum. Илья, да. Ой, как я о нем мечтаю. А я не знала, что мама умеет его готовить. Şəkillərdə var da o. Buğdalı aşı istəyirsə, səhifəni like eləsin. Keçmişəm şantaja. Нет, на самом деле надо по-другому. Düz eləyirsən, buğdalı aş kimi maraqlıdır. Bu paylaşımdan sonra bir dənə ürək qoyun. Biz bilərik ki, ürəklərin sayından biz bilərik ki, buğdalı aş maraqlıdır sizə ya yox. Mən elə bilirdim ki, buğdalı aş Bakılılarındır. Hətta mən onu çoban aşı kimi bilirdim. Yox. Bilirsiniz necə? Buğda, o bir növ kaşa kimi olur, qalın. Buğdanı ısladırsınız bir gün qabaq. Sonra onu hərəkətlə döyürük, patlayır, nişastası çıxır. Sonra onu qəşəng pişirirsiniz, qaynadırsınız. Duzunu da vurursunuz. O qalın, hərəkşik kimi halda olanda. Onu servis eləyəndə ortasını xəşil kimi açıb, yağ qoyulur. Tamam. Sonra onu şəkər tozu ilə yeyirlər. А мясо? Yox, Это каша, да? yox. Ona biz buğdaşı deyirik. А я с мясом и хочу. Хотя это тоже я готова Yəni съесть. mənim nənəmin hazırladığı üsuldur. Nənəm bunu bu cür hazırlayardı. Şəkər tozu ilə biz bunu belə yeyərdik. Yayda da eyni qaydanı belə eləyirdi. Biraz sarımsaq əzirdi, qatığı açırdı, su qatırdı yayda. Həmin o buğday aşı pişən halda onu qatığın həlli ilə duruldub, sarımsaq da qatıb, onu yayı da sərinləşdirici kimi ona da qatıqlaşdırırdılar. Nə maraqlı. Bu arada məməzlərim sabah paylaşım eləyəcəm. Zakataladan mənə pay gəlmişdi. Xalar. Amma nəinki Zakatalılar şəkillərdə qalxdı şəkillərdə Zakatalılarda xalar hazırlayırlar. Mən xaların çəkilişini artıq elədim. Sadəcə canlını, bugünkü canlını növbəyə salmaq istəmədim. Çünki mənim üçün bu canlı çox dəyərlidir. Ona görə belə canlılar növbəsiz paylaşım olunur. Sabah eləyəcəm. Mütləq edin. Dilarə xanım, artıq izləyicilər
yazırlar ki mütləq edin. İnşallah. İstəyənlər mənə mütləq şəkildə xahiş edirəm. Mən Şəkinin bəzi qədim yeməklərini istəyinizə görə növbə Heç yeyə bilərəm. xoşum gəlmir Nazıq xanım, siz heç nə eləmirsiniz. Belə mənə çox gözümə pis gəlir. Gəlin kameranı tutun. Çəkin. Mən Nazıq xanımı biz bugün işlətməliyik mütləq. Nazıq xanım gəlin bura, mən sizə göstərim, xahiş edirəm. Rəfiqə xanımın bütün gözəlliyini xahiş edirəm, vurğulayasınız, yaxından çəkə bilərsiniz. Zəhra xanımın üzünün nurunu mütləq göstərin, xahiş edirəm. Müsalə xanımı göstərməyin, göz dəyər. Ha. Bir də Dilarə xanım. Mən indi qayıdıram. Məncə yaxşıdır. Azərbaycan yaxşıdır. Bir dənə bu qalın. Mən sizin reseptlərinizdən istifadə edirəm. Hamısı çox əla alınır. Çox sağ olun. Təşəkkür edirik. Çox sağ olun. Nigar xanım yazır. Təşəkkür. Fikirləriniz önəmlidir bizim üçün. Çox istəyirəm ki, kim reseptlərdən istifadə edir, Faydalanırsa. geri dönüşləsin mənə, mən də bilim də onu. Sarıqan verin. Bəli, bəli. Neçədən köndən alır? O yox. 2 dənə, bir də bir su. Şəkinin qədim bir yeməyi var, hələ koyuş. Bir dəfə də onu canlı açım eləyək, açarıq. Hələ koyuş, onu heç şey eləmir. İnşallah qədim yeməklərdən bir pişirərik. Əllərinizə sağlıq. Sağ olun, sağ olun. İrəli durum sizə də olsun. Saymışdınız siz. Ha, 12 dənə kündə var. Saymışsınız. Kündələri bözdüm. Kündələri bözdüm. Zəhra xanım çox qabiliyyətli xanımdır yazıqlar. Zəhra xanım, sizin komment yazıqlar. Zəhra xanım çox qabiliyyətli xanımdır. Çox sağ olun. Kimdir o xanım mənim? Nazım. Nasıl sağ olarsan? Allah Çox sağ olun. Çox sağ olun. Allah razı olsun. Maşallah. Eşq olsun Azərbaycan xanımlarına. İdarə edirsiniz. 100%. Mən də yuxa yazmağımı, mənim baldızım öyrətdi. Mənim yuxa yaymağımı mənim rəhmətli Firuzə nənəm öyrətdi. Allah rəhmət Zəhra xanım sizə kim öyrədi? Baldızım, Sevinç xanım. Mən gəlin idim onlarda, bilmirdim. Amma o hələ evdə idi də, yəni. O mənə öyrətdi yuxa açmağı, mən bilmirdim ya, nə deyim ki. Mən pedaqoji texnikumda KVN keçirmişik. Orada yuxa yaymaqda 30 saniyə ərzində. Mən birincilik qazanmışam. Komandamı uddurmuşam. Bravo. Maşallah. Hazır olan yuxalardan verin. Həmən verin. Bu gözəl hayat üçün təşəkkür. Sağ olun. Kimə yazılır? Adı yazılmır. İro. Hansı oxudu aşkım? İradə xanımdır. Salam, salam. Sağ olun İradə xanım, çox sağ olun. Başqa kimə yazılır? Oxu və yazın. Oxu adlarını. Oxuyur, oxa. Oxa. Oxa qızım. Sonra üzünü rəfqə xanım versin, sonra üzünü verirsin. Hə, bu biraz qalındır. Biz yavaş-yavaş söz edin. Şərbəti hazırlama qaydasını deyə bilərsiniz. Hə, bu da. Mama qızım.
Annem. Gəlin baxın. Listin çəkisini niyə demirsiniz? Listin çəkisini bilmirəm, amma ölçüsü 30-un 40-adır. Səs gəlmir. Bu şərbət. 1-ə 1. 1 kilodursa 1 litr. Bir banka su. 1 stakandırsa 1 stakan su ya da gülab. Biz gülab qoyuruq. Sonra da limon doğrayıram ki xarlamasın, sığortalanır. Nərmə xanım yazıb, Dilarə xanım necə istirlər? Спасибо. Она всегда нас любила, любит. И мы тебя любим так же. Zəhmət olmasa deyin, paxlavanın üstünə yağ və şərbət isti tökülür. Yox, soyuq halda. Şərbət soyuq halda. Yağ da soyuq oldu. Ərimmiş də. Hansı yağdan istifadə edirsiniz? O Nova Zelandiya, Gerda. Bir də qaymaq gedir. Zəhrə xanımın da səhifəsi varsa, zəhmət olmasa. Onun səhifəsi şəxsidir. Yox, mən səhifəm yoxdur. Kimin səhifəsi? Zəhra xanım. Mənim gözəl Vüsalə xanımı göstərin. Sevaq. Dilarə xanım qədim yeməkləri bişirin. Allah yanında böyük savab qazanırsınız. Ölçüsünü nəzərdə tuturaq. Çox heyif ki orada yoxam. Ayka xanım yazıb. Heyif ki orada yoxam. Kim yazır? Ayka. Ayka, hə. Düz deyir, heyf. Heyf yox. Yerim məlum. Bizim Aykadır səhər. Salam. Biz artıq qaynanamla Gəncə paxlavasını bişirirdik. Qurtuldu? Hə, çox bir dənə üzəri qaldı. Dilaşqa hamıya çoxlu salamlarımı de. Sevinç xanım yazıb. Bizdən də sağ ol. Gözəl Rəfiqə xanım, bu gözəl xanımlarla tanış olmaq çox gözəldir. İra xanım yazıb. Dedə, de ki, Çox sağ ol. Vüsalə xanım mənim qudamdır. Nənədir, böyük xanım. Zəhra xanım, o da mənim qudamdır. Nazilə xanım mənim ən yaxınım. Nazilə xanımı göstər. Nazilə xanım mənim ən yaxınımdır. Məncə yox olmayacaq. Dilarə xanım da balaca Dilarə. Çəkəndə balaca Dilarədir. Çox sağ ol, Rədə xanım, sağ ol. Ülviyə xanım namaz qılır. Zəng gəldi, eşitmədim. Zəhmət olmasa təkrar edərdiniz. Hansı yağdan istifadə edirsiniz? Nova Zelandiya, Gerda, bir də qaymaq firmasının yağından. Mən həmişə onu düşüncə edirəm, gözlüyüm. Hər dörd tərəfindən var. Mən də deyirəm də, Elə dörd tərəfində, ehtiyat indi buradan da, Çox qaldı. Elini yaxşıdır. Qalmışam. Bir dənə üzəri qaldı. Sökəfirin. Bir dəqiqə gözləyim. Hə, Rinkalıyım. Şpaklovkalıyım. Dilarə xanıma can sağlıq. Çox sağ olun, çox. Təşəkkürlər. İndi şəkər buraya çıxdı. Hə. İndi çay içək, yemək yeyək. Sonra şəkər buraya. Hə, Şəkərləri duraş vurmamışıq ki. Vurmuşum. az. Gör qoyubsan. Son vaxtı dur dəqiqə. Saxlama olmasa tamam. Biraz ileri Paxlavanı qurtardıq. Çay içmişik baxamam. Zakaz götürürsüz. Yox. Bizim zakazımız çox bahadır. Zakaz götürsək çox Əslində Neçə yerə bölək gəlir. xanımlar, biz bu efiri sizlər üçün açmışıq. Yəni
Dünya xanım gəldi. Gel. Sağ olun, çok sağ olun. Hamı yazıb ki, Allah qəbul etsin. Ha, çok sağ olun. Can. Allah bütün orucumuzu, namazımızı, dualarımızı qəbul eləsin. Niyetimizi, xoş niyetlerimizi qəbul eləsin. Dilarə xanımın dərzisi var idi, Kətayim xala. Gözəl paltarlar Düz tikir. deyir. Mənə şəxsən tikər. Abdullayeva xanım. Allah ona rəhmət eləsin. Gözəl Allah xanım idi. rəhmət Mənə də xüsusi simpatiyası var idi. Evimə gəlib tikərdi. Bəli, hələ şəkər burada var. Paxlava neçə qat olmalı? 12 qat. Baklava 12 qat. Ama Gəncənin paklavası deyəsəm 14 Çox qat. olur. Ola bilər. Bəli, çəkəcək. Bəli. Ama çok hündür de bir şey değil. Çünkü ister istemez o bölünür. Sizin baklavanız neçə qatlıdır? 12. 12. Üstad hündürü və Zəhra xanım Zəhra pişirəni xanım pişirib gətirib. Hündür məclis üçün mən belə düşünürəm yaxşıdır. Xonçaya, məclisə. Kəsmə imamıya aiddir. Mən Baklavası. Vüsalə xanımın qoğalı, Zəhra xanımın baklavası. Вюси, я входную дверь открою, чуть-чуть, чтобы попрохладнее, и не продувает нас. Xanımın əlindəki alətdən hardan ala bilərik? Xəmir düzləşdirir. Nə ilə istəyirsən? Yaxşı dərzi idi yazıblar. Очень много прессуй, Вюси. Много прессуй. Да, много прессуй. Nova Zelandiya. А, Sən yağı vuracaq. все, давай, ты бери свой, но я тебе выпрямила. Поняла, чтобы ты могла этот самый. Так, aha. İndi şəkər bura eləyəcək. Deyirəm ki, bəlkə mən bu canlını bağlayayım və yenidən canlı bir 10 dəqiqə fasilə eləyək. Onsuz da bu dincəlməlidir paxlava. Bir saatdan. Через час откроем. Paxlava сейчас будет у нас отдыхать. Hələ soyuducuya qoyuruq paxlavanı, soyumalıdır. Sonra biz kəsməliyik. Düzdür? Bəli. Ha. Bir saatdan bir də açarıq. Açarıq, hə, əgər istəyirlərsə, şəkər buranı bir saatdan sonra biz eləyərik də. Onda mən Qoy öyle kəsim. o çəkilişi də bitirərəm, gedərəm. Hə? 5-də çıxmalıyım. Все, tamam. Mənim əzlərim, darıxmayın. Bir saatdan sonra geri dönüş olacaq. Öpürəm sizi. Ayda, zəfəran rəngi nə gözəldir. Yumurtanı qarışdırdınız, hə? Sarısı ilə, ağı ilə sarısı bir, yoxsa Sarı. ancaq Biraz sarı. da bir xörək qaşığı da. Aha. Bir qaşıq istəyirdim. Ha. Süzgəc ondan yaxşı olur, hə? Demirdin sən. Mən süzmürəm. Şeydə qıraqı, dənəsi gedir. Dənəsin vururam elə paxlavanın üstünə. Elə sevirəm. Ha, dən. İş yox amma ısdır. Gəncə paxlavasının üstündə olur. Ha. Məhtəbə. Еще налей шафран. Sulu olur. Я тебе потом скажу, что ты пергаментом сверху стелишь всего. Да, а я делаю, я вожу. Zəhra xanım, necəsiz? Yorulmalısınız? Yox. Ha, keçirik. Кульминационный момент. Бисмиллахир-рахманир-рахим. Обратите внимание. Красавица. Без линейки. Ha, lineyka çox lazımdır. Mən eləyə bilmirəm mama kimi. Əlim əsir. Əyri gedir. Ona görə mən linyetlə eləyirəm. Rafaretlə eləyirəm. Mənim əlim həmişə əsir. Bax, kameranı tuturam, əlim əsir. Əsir. Mən bacarmıram. Amma xırda belə xoşlayıram. Mən çox yürü. O sizinki də beşər. Xırda yaxşı, da bir dəfə. Mama, Ну, у мамы не хорда, между прочим. У мамы так хорошая, добрая пахлава. Не будем ей мешать. Маманы danıştırmaya. Danışdırın. Paxlava da olsun.
Şaşan deyil. Yox, yox. Ha, yəni mən bunu bilmirdim ki, bıçağı yağa vurmaq lazımdır. Və Rahat kəs. həm rahat, həm də ki Xəmirin ilişmir. Bəli, çox istədim Bakı şirniyyatı bişirəsiniz, amma nənələrimizin vaxtında olan şirniyyatlardan. Məməzlərim, bu arada mən bu yaxınlarda Ordubad dürməyi hazırlamışam. Hələ onun paylaşım yoxdur, eləməliyəm. Bakı şirniyyatlardan Zəhra xanım, nələr var Bakı şirniyyatlardan? Paxlavadır, şəkərbaradır, qoğaldır. Aha. Canım sən, süt çörəyidir. Başqa nə var ki, baxır. Amma da olan şeydir də yəni. Kəsmi böyük deyil yazıblar. Hələ Zövqə görədir, во-первых, во-вторых, hələ doğrayanda xırd eləyəcək. ha. Tələsməyin, ha. Ha, ay, sağ ol. Yəni mən xoşlamıram ki, bir sofu götürüb onu yeyirsən, yəni qalır. Mən elə şey xoşlamıram. Bir elə ölçüdə olsun ki, Baxın, var bu boyda olacaq. Necədir? yox. Elan. Elan. Da. Bəli, stəkan yağdır. Ha. Yoxsa bu yanına 50 çıxır yəni olsun. Aha, ay, sağ ol. Elan. Qəşəng. Мама, математика, геометрия, это или хорошо развита. А, да. Я бы не rискнула резать пахлаву без lineyki. Xəttkeşsiz məni öldürməmiş görmərəm. Ha. Dilara xanım. Amma mən artıq öyrənmişəm. Xəttkeşdən pravda düzdür, amma yenə də öyrənmişəm. Ha. Hazır satırlar Ölə xanım. Aha. Belənçinədir, Aha. belə. Ha, yo, onlar rahat deyirlər əslində. Yox, elə travma yox, harda istəyirsən. Amma nə bilim, insan əli ölkəşməkdəndir də. Əslində mən kameranı elə tuturam ki, iri görünür. Baxın, görün. Kameranı balacalaşdırdım. Və baxın, görün. Paxlava. Elan. Я в шоке. Без линейки. Вот раньше мамы, бабушки делали без линейки. Все одной формы. Посмотрите. Paxlavanın ölçüsü məməzlərim zövqə görədir. Xırda eləyirlər, iri də eləyirlər. Xırda indi başladılar eləməyə əslində. Maşallah deyin yazıblar. Roza, maşallah. Suyu bağladı. İndi baxın, belə. Yumurtanın sarısı, bir xörək qaşığı zeytun yağı, bir də zəfəran çəkirik. Увеличь. И бабаладжалаштыр наоборот. Да, она будет лучше. И камеру так делаю. Zəhra xanım, qozduyun. Qozduyun. Zəhra xanım nəbəq vokali. Tişina в stüdyo. Roza səs salma. Kolay gəlsin gözəl xanım. Aha. İllərin təcrübəli xanımdır. Abşeron tortu məməzlərin biz hazırlamışıq Sara xanımla.
Könül xanımla 2 il bundan qabaq mənim səhifəmdə var. Salam, xəmiri oturtmaqdan Səməni xalvasının videosu ətraflı var. Mama, O da var. buranı görsək. Həm canlılar var. Səməni xalvanın. Həm ayrıca video çəkmişdim. O da var. Gene o videonu qaldıraram. Aha. Ben biri oturtduran ne demeydi başa düşmüyorum. Amma biz inşallah indi bazar günü Sara xanımla, Könül xanımla canlı açırıq saat 2-də. Orada bütün püf nöqtələrə toxunacağıq təbii ki. Baxın görün. Videoda bilmirəm necə, amma həyatda çox gözəl ölçüləri var ha paxlavanın. Əslində Sovet vaxtında paxlavaların ölçüləri belə idi. İndi daha çox ромбик eləyirlər, belə узкий ромбик, да, сейчас больше так делают, а в советское время вообще qədimdən paxlavanın ölçüləri və formaları belə olmalıdır. Yox, adicə. Kim istəyir süzgəcdən keçirdə bilər əslində. Bax, qoyuruq. Qız 180 dərəcədə qızmış buxovkaya qoyuruq, amma biraz azaldıq. Qoy 2 də pişsin. 160-a qoyursunuz. Mən 130-a qoyuram amma. Yox, 160-a. Aha. İndi qızıl hələ ki. Ha, çünki bu paxlava formaların altı qalın olur, altı həmən bişmir. İkinci gözə qoyulub, baxın görün. 160 dərəcədə ikinci göz. İndi keçirik şəkər buruya. Красавица. Сладкая она, очень сладкая. Həmirimizi gətir. Mama yoruldu ha. Yox, yorulmamışam. Bayırdan gətirsin. Şərbətimiz də hazırdır. Aha, soyur indi. Şərbət soyuq olmalıdır. Etməksə belə yaxşı. Hə, ümumiyyətlə forması. Forması indi biz bunu çəkiliş üçün elədik ki, orta razmerdə. Amma mən özümüzə eləyəndə xırda eləyirəm biraz. Zülfiyə xanım, qoz ləpəsini təmizləməyi özünüzü yormayın. İndi şükür Allaha, maşallah təmizlənmiş ağappaq qoz ləpəsi satışda var. Sabina Аба, спасибо большое, пишет Илья Хам, люблю вас очень, ой, моя хорошая, спасибо огромное. Ильya Xan, mənim paxlavamın üstü parlaq olmur. Nədəndir? Nədəndir? O bəlkə şirə qatı olur. Bal demədim. Balda da olmur, mat olur, matовый становится. İndi bu bazar günü biz glukozu biz vururuq. Bəli. Bazar günü inşallah ümumiyyətlə səhifəmə daxil olsanız, elə daxil olun. Baxın görün, son 2 paylaşım var. Mən keçən ilin paylaşımlarını qaldırmışam yuxarı. Orada bütün nüanslar qeyd olunub. Biz şirəyə sonunda şirə tökəndən sonra biraz qalır. Glukoza qatırıq və glukozanı paxlavanın üzərinə vururuq. İnşallah bazar günü Sara xanımla, Könül xanımla bütün bu mütəxəssis suallarınızı verə bilərsiniz. Dilara xanım çox gözəl Soçinski paxlava bişirir. Bəli. Nə istəsəz pişiririk, zakazınızı verin. Elə bilərlər zakazı pişirir. Home Collection pişir, salam bir gündə bizdə pişirərsiniz. Home Collection dəvət edin, gəlin pişirim. С удовольствием. Aha, yağ nə qədər gedir bu listə? Paylaşımın altında mənim əzizlərim mütləq resept olacaq. Allah qorusun, baxıb adam ləzzət alır. Can sağlığı, o üçün priятно смотреть. Çinarə xanım yazır. Can, sağ olsun. Əlləriniz dərd görməz. Sağ olun, sağ olun. Hələ ki sizə görə bunları eləyək. Baxın. İşte, balaca boyun var. Balaca. Nədir? Uzun. Yağ, məsələ, yağ 20 dəqiqə indi bişəndən sonra
Xəmir özünü tutur, əlinizi vurursunuz, barmaqlarınızı vurursunuz, görürsünüz, xəmir özünü tutdu. Onda yağı tökürsünüz aralarına. Hələ qızaranda. Bəli. Əvvəldən yox, əvvəldən olanda xəmir 20 dəqiqədən sonra yox. Yox, biraz baxırsan ki, biraz qızarmaq istəyir. Aa. Biraz istəyir, tam yox da. Çünki yağı əvvəldən töksəz, içidə bişməz, həm də tez qaralar, yağ yanar. İsti dərəcədə yağ ötər, ərinmiş yağ da Anladım. rəngini tütləşdirər. Aha. Bir də sizə lifehack mənim əzizlərim. Paxlavanın altına sobada listin altına bir dənə perqament kağızı sərin. Yağ sıçrasa belə perqament kağıza sıçrasın da. Çünki yağ sobaya dəyəndə tüstülənir. Yanmış iyi gəlir də. Ona görə özünüzü sığortalayın. У нас здесь мышка пробежала. 25 listə nə qədər qoz gedir. 25 listə. Deməli, Belə də, belə. mən necə eləyirəm? Məsələ 500 qram çərəz, 200 qram şəkər tozu. Şəkər tozunu çox eləmirəm. Şefim hamoşiki. Deyirlər ki, salam kündəliyib qoyun soyuducuya, çox acımasın şəkər bura. Xəmiri biraz qapsın. Şəkər bura xəmiri açan taxta aparat vaxta qənaət edir. Razıyam. Gərək alım o taxtadan. Эфенди, Назима, вы знаете, Диляра Хам все делает вот так вот, на глаз. Да. Кто хочет, пусть взвешивает. Она у нас хозяюшка с огромным и жизненным опытом, и кулинарным опытом. Естественно, она делает так, как делала всегда. Поэтому в процесс я, например, вмешиваться не берусь. В моем случае яйца kурицу не учат, da meselesime indi. Oturup öğretmeyeceğim ki. O boyda samballı adam. Sağ ol. Çok Şeker buraya, maya vuruldu. Biraz vurulmalıdır əslində. Ha. Çünkü maya şeker buraya vurulmazsa yumuşak olmayacak. Ölçüsünə baxın, balaca olsa irilədək. Yox, istəmirəm. Balaca yaxşıdır. Да. Elə два. Orada ise götürdün. Sen götürdün ise şeyi. Прикуса и все. Makkaşdan. Yox, buradadır. Sizə nə verim? Ben götürmüşüm. Sen Ручки красивые, родные, любимые. İncə gərək. Yəni budur da sil. bir de ben seçeyim. Məni öldürməm, bunu bacarmıram. Və mənə sual verirlər ki, Hüvə xanım, var belə bir şey, Belə nəyi bir şey. bacarmırsınız? Alınır. Mən deyirəm, var. Şəkər bura. Bu biraz özüne gelsin. Hə, qurusun. bir bal. Ne kişinin bir üçten. O boyda yaxşıdır. Ha, məncə də. Mən də elə sevirəm. Я не успеваю за вашими руками. Окей. Ага. Kıramızı kaşıyan kimi kırdı. Dilara xanım, Bakı paxlavasının kim öyrədib? Valla mən desəm ki sizə, mən uşaq vaxtından şirniyyat pişirən olmuşam.
xoşum gəlib. Məktəbli idim. Bişirərdim. Anam getdonda müəllimə işləyirdi uşaq evində. Bişirirdim, anam işdən gələnəcən, dərsdən gəlib. Yaxşı çıxmayıb, korlananda, biraz da xoşa gəlməyəndə, ya qalxmayanda hayfı gəlirdi anamın. Deyirdi, onun için o qədər şeylər tökmüsən, az hayıfdır. Deyirdi, amma yox ha, yaxşı çıxırdı. Mən özüm deyən alınmırdı. Onu təzədən anam kremləyirdi, ya cemləyirdi, düzüb qoşurdu. Həmişə aparardı uşaqlara ki, uşaqlar orada elə sevinirdilər. Can. Şirniyyatla baxırdı. Elə mən də həvəslənirdim, hər dəfə pişirirdim. Mən evin tək qızı olmuşam. Aha. Yəni bizdə elə də çox yeyilməyib də şirniyyat. Amma pişirmişəm, anam aparıb orada uşaqlara yedirdi. Yəni sevinirdilər onlarda. Elə öyrənmişəm. Bir də bibimin qızı var idi. Bakıda yaşayırdı. Mən Şəkidə olanda gəlirdim onlara. İnanırsınız, gecələr 12-1-ə cəm biz şirniyyat pişirərdik. O da həvəskar idi, mən də. Yəni öyrəndiyim o bibimin qızından ən çox. Yəni o vaxtdan pişirmişəm deyə əlim öyrənib də, belə. Özdə köhnə reseptlərdir məndə hamısı. O vaxtı Yevreylərə nə deyirlər? Yahudilər. Yahudilər. Bibim qızının həyətində Yahudilər çox idi. Şəkidə? Yox. Ha, deyirəm axı Şəkidə bir də Yahudi yoxdur. Mən bura gələndə kanikulları gəlib, bibim qızından öyrənirdim şirniyyatdan əksəriyyətini. Onların da həyətində Yahudilər yaşayırdı. Şəki единственный регион, где не жили евреи. Bax, onlardan alırdı. İndi məndə o köhnə dəftər var, reseptlər dəftəri. Ki, hansı ki, Vüsaləm Şədikən onu mənə verərsən. Onların reseptləridir ki, indi elə şeylər yoxdur. Hamısı köhnə şirniyyatlar. Safiyeva deyir ki, Ülvə xanım, o listə bişirirəm, altı ağ olur, qızarmır. Çünki birinci məməzim alta salın, mən də onu deyirəm də, o altı gec bişir. Birinci altdan aşağı hissədə bişirirsiniz, sonra yuxarı qaldırırsınız. Kəmalə xanım, bir də nə olar, xahiş edirəm, sualınızı bir də verin. Как же я рада видеть тетю Диляра, Гамидова пишет. Да, я понимаю, моя мама тоже так делает и удивляется, когда я все прям по граммам. Я тоже все по граммам и по сантиметрам. Но в последнее время я стала все делать на глаз. Rəfiqə xanım, xoş gəlmişsiniz. Köməyə gəlmişsiniz. Ay, xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Rəfiqə xanım, döymə şəkər buradır. Bəli. Умачlı. После замеса теста для пахлавы сколько нужно дать отдохнуть? Максимум 15-20 минут, девочки, не более. Analarımızın göze yarısı grama gram olur. Allah uzun ömür versin. Keçin əzizim, keçin. Bir dənə də doğuşan keçir buradan. Aha. Yəni göz tərəzim dəqiq olur. Şəkər bura balaca olanda çox gözəl olur. Tərəzi ilə işləməmişəm. Bəli. Mən yazırlar ki, inanmıram siz bacarmarsınız. İnanın mənə bacarmıram. İnanın mənə. Zəhmətkeş əllər maşallah. Bəli, mamanın əlləri zəhmətkeşdir. Mama bizə elə gözəl təamlar, yeməklər hazırlayır. Biz gəlirik axşamlar, bütün uşaqlar, qızlar, nəvələr yığışırıq Dilarə xanımın başına. Bizə qəşəng plovlar, qızarılmış kartof hazırlanır. Yirik, gülürük, danışırıq, gedirik evimizə. С приятным чувством, с приятными эмоциями. Вот тут пишут, какая женщина приятная, колоритная, сколько воспоминаний. Umaclı dadlı olur, həm də nə qədər qalsa boyalanmır. Айкум, я поставлю вас в блог, если вы еще раз поднимете вопрос языка. Здравствуйте, машаллах, как быстро делают ручки золотые. Давайте я буду Рафига хам ее rучки. Təvəzzəkar xan, bəli. Canlı qalacaq, bəli.
Ana yemeği həmişə dadlı olur. Oradaki ananın əli var, dadsız olmaya bilər. Здоровья вашим рукам. Мы дербенские азербайджанцы. Готовим миндальную пахлаву. Это очень вкусно. Советуем попробовать. Мы тоже готовим. Мы тоже готовим миндальную пахлаву, но не все ее любят. Она очень красивая, белая, эстетичная выглядит. Но бакинская пахлава, больше ее любят именно с грецкими орехами. Bu arada Baki pahlavası Zəhra xanım. Baki pahlavası ağappaq rəngdə qədim vaxtlarında ağappaq rəngdə olurdu, bilirsiniz. O qızarmırdı. O Gəncə paxlavası. Baki əslində. Badam pətseri onlarda o qədim paxlavaların reseptləri ilə hələ də istehsal olunur. Mən xəmiri yaymıram çox. Valla bilmirəm, yalan deyirəm. Deyirəm də mən bilirəm, deyirəm sizə. Mən gəlirəm Dilarə xanımın əl işlərini istəyirəm, göstərim. Şəfiqə xanımda da mən görmüşdüm. O da çox qızartmamışdı. Da. Bu aralar Şəfiqə xanım haralıdır? Bilmirəm. Şəfiqə xanım. Şəfiqə xanım Bakılıdır da, Məşdəğalıdır. Buradan salam. У нее не совсем белая, Вюси, у нее светлая пахлава. А я говорю, еще есть бакинская пахлава белого цвета, белое покрытие. Gedirəm indi Zəhra xanımı istəyirəm göstərim əl işini. Вот вы мне не поверите, вот vallahi deyirəm, mən ümumiyyətlə 3 şirniyyatın arasında şəkərbura, paxlava, şorqoğal, daha çox şəkərburanı sevirəm. Və şəkərburanı o mağazada satılan şəkərburalar var, belə incə, xırda, narın, naxışlar. Mən onları sevmirəm. Mən məhz bu şəkərburaları sevirəm. Onlar elə bil çox qalın olur. Qurutmayın, amma xəmir quruyur ha, qızlar. Baxın, görürsünüz. O qədər də çox xamalı deyil. Qurutmayın. Narahatam. Çox narahatam. Xahiş edirəm, tez işləyir. Bir dənəsini də özüm bəzəyim, baxın. Davayçı. Mən deşəcəm axırda. Pişirəndə deşəcəm. Нежно обращайся с şəkərburой. Bu biraz kaprizlidir, da şəkər bura. Bunun xəmiri döymədi, ona görə bunun naxışı belədir. Mən başa düşdüm. Yorulmayasınız. Çox gözəl. İndi belə kollektiv toplanıb bişirirlər. Adam istəyir belə kollektiv yapışır. Başqa makaş vereyim? Görüm. bişirmirlər. Hərdə pişirmirlər. Mən də elə məhz ona görə xanım. Каждому свою. Для нас миндальное считается самой лучшей. Готовим на свадьбу и сватовство. Фатима Хам у нас тоже именно миндальная. Она считается такой на такие торжественные мероприятия, потому что она очень красиво смотрится. Поэтому насчет этого я согласна. И на сватовство, и на обручение, и на свадьбу именно миндальная 50. O birisi. Vüsi 52 dənə aparırlar nişana, yoxsa 51 dənə? 51. Niyə 51 görəm? 101. Pakarmalı. Yox, çüt rəqəm. 31, 51, 101. Niyə? Belədir dönəm. Bax. 101 onda. Bu mənim. Mamamın şəkər burasını yiyeyim. Красавица. Сладкая. Так, пошли дальше. Necə aparırsan? Salam Ülviyə xan, bərəkətli olsun. Zəhmət olmasa deyə bilərsiniz, sobanı hansı dərəcədə bişirirsiniz? Deməli, mən paxlavanı 130 ilə başlayıram. Sonra yavaş 150 dərəcəyə qədər qaldırıram.
Paxlava elədi ki, gərək Nazlı ilə oynayasan. Gərək baxasan. Şəkər buranı 130 ilə bişiririk. Şeker buranı. Mənim yadımda deyil. Dilara Şəkər buranı neçə dərəcədə? 130 mu? 130, hə. 130, 150 çox qızardı. O baxır nə boydalığına da. Məsələn, belə xırdaları 130 dərəcədə. Ага. Я тоже Фатима Хам, ну вы, конечно, я вам скажу, хорошо живете. Попробуем. Спасибо, моя дорогая. Вивахама говорят, что нахуш шекербуры надо делать, начиная сверху. Я тоже не могу сверху, тоже снизу начинаю. Начинаю ставить нахуш. Кому как удобно. Döymə xəmirdən daha yaxşı alınır şəkər bura. Amma döymə xəmirin naxışı belə olur. Yəni Burada da biraz çobut görsəndi. Əslində incə görünür. Razıyam. Nazıq xanım, mən indi telefonu sizə verəcəm. Namazımın vaxtı gəlib. Canlını da bitirə bilərik. Bu naqqaş çox gözəldir. Bax bu naqqaş. Da, все. Dırnaq qoymur, Zəhra xanım. Şəkə bilirəm. Yox, elə pisdir. Dırnaq qoymur. Biraz Nazilə də bunu qəşə anasının ağlatdığı üçün. Bu incə baba, bu naqqaş daha gözəldir. Bu maqqaş qəşəngdir. Çox incə bax. Deyirəm də mənim qədimi naqqaşım vardı. Bir gözəl. Mənimki də Rəfqə xanım indi baxıram ki, yoxdur. Mənim nənəmdən qalan naqqaşım var idi. Çox qədim. Yoxdur indi baxıram. O vaxtın maqqaşına heç nə çatmasın. Nə qədər düzəldirlər. Yəni Çox kobuddular indiki maqqaşlar. Məsələn, mənim gücüm çatmır indiki. Мне tijelo работать. yüngül olmalı. Həm yüngül, həm də bu çox enlidir ya. Bu çox gözəl. Qəşəng naxış vurur da. Çox qəşəng naxış vurur. Deyim, qəşəng elədim amma. Kim? Şeydə çöpləndi. Ну что, соберите в лист. Соберите. Qoyacağım Yox, şuraya. eləyərik, baton. Sözü Canlını bitirmək istəyirəm, Görüm aparmayacağım ki, öyrənin də. Aramızda qaxlılar yoxdur, aramızda şəkillərdir, Naxçıvanlılardır, Qazaxlılardır, Bakılılardır, Tovuzlulardır. Qaxdan başqa hər şey var burada. Ağdaşlılar da var hətta. Ağsu, Ну что, mənim əzizlərim, deməli, bundan öncə paylaşım olub, harda ki biz başlamışıq canını, paxlavanı başlamışdıq və şəkər buranın xəmirini başlamışdıq. İndi isə sadəcə sizin üçün şəkər buranın, paxlavanın kəsilməsin, şəkər buranın da hazırlanmasını sizə təqdim elədik. Canlımız bitmək üzərədir, çünki burada bizdə əməlli başlayıb qaynayır, hava qaynayır. Mən isə sizi öpürəm, bağrıma basıram və hamınıza can sağlığı arzulayıram. Ətrafınızda bax belə gözəl, səmimi, mehriban, istiqanlı insanlar olsun. Çünki Allah bizə hamımıza çox gözəl həyat verib. O həyatı korlayan ətrafımızda olan mərdimazarlardır. Ona görə Allah sizi mərdimazarlardan saxlasın. Həyatı doya-doya yaşayın. Çünki həyat gözəldir. Öpürəm sizi.